Dilarə Əliyeva yay istirahətini Bodrumda keçirir. Məşhur aparıcı və aktrisa tətilindən paylaşdığı görüntülərlə diqqət çəkib. Günəşli hava, dəniz və Bodrumun gözəl mənzərələri ilə istirahət edən Dilarə Əliyeva səmimi anlarını izləyiciləri ilə bölüşüb. Paylaşımlarda onun rahat və pozitiv əhval-ruhiyyədə olduğu görünür. Bodrumun məşhur məkanlarında vaxt keçirən sənətçi yay günlərinin dadını çıxarır. Təbii görünüşü və enerjisi ilə diqqət çəkən Dilarə Əliyevanın görüntüləri sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Dilarə Əliyevanın Bodrum tətilindən paylaşdığı kadrlar qısa zamanda izləyicilərinin diqqətini çəkib. Sənətçinin dincəlmək üçün seçdiyi Bodrumun mənzərələri isə paylaşımlara xüsusi rəng qatıb. Görünür, Dilarə Əliyeva bu yay həm dənizin, həm də günəşin keyfini çıxararaq iş həyatına qısa fasilə verib.